Peyğəmbər İmam Əliyə işarə edir ki, onun bəzi qadınları yaxşı adam deyillər, onların bəziləri xəyanətkardır. İmam Əli bu qadınları İslamdan çıxmış elan edib, artıq Peyğəmbərin zövcəsi sayılmadıqlarını bildirməli olacaq ki, onlar ümməti yoldan azdırmasınlar. İslam tarixində görürük ki, Ayşə tarixdəki ən böyük fitnələrdən biri olan Cəməl döyüşündə iştirak etmişdi. Peyğəmbər dəfələrlə buyurmuşdu ki, onun zövcələri ölümündən sonra siyasi həyata qarışmasınlar. Peyğəmbər müsəlmanları bir çox sınaqlar və fitnələr barədə xəbərdar etmişdi. Bir dəfə Ayşənin evinə işarə edərək belə buyurmuşdu: "Şeytanın buynuzu bu evdən çıxacaq." Və doğrudan da Peyğəmbərin ölümündən sonra Ayşə onun bir səhabəsi ilə nikah bağlamış, beləliklə Peyğəmbərə xəyanət etmişdi. Rəvayətə görə o bir dəvəyə minib müsəlmanların yarısını digər yarısına qarşı döyüşə aparmışdı. Bu döyüşdə 10 minlərlə müsəlman və Peyğəmbərin səhabələri qətlə yetirilmişdi. Bu qətliyam Ayşənin, Fatimə-i Zəhranın övladlarını və onun həyat yoldaşı İmam Əlini aradan qaldırmaq, onların rəhbərliyə gəlməsinin qarşısını almaq cəhdi nəticəsində baş vermişdi.